Qarabağın hər oyundan sonra Çempionlar Liqasında performansında dünya mətbuatında çox geniş işlandırılır və əsas da heyət dəyəri danışılır, göz önündən çıxarılır. Təbii ki, bu da yanvarda bu yenidən başlayıb transfer şayələri məsələlər ortaya çıxmağa. Yəni sualım bundan qoyulur, Qarabağ yanvarda heyəti qorumağa çalışacaq, yoxsa əlinə yaxşı fürsət düşmüşkən o oyuncuları yaxşı qiymətə satmağa kullanmışdır? Ümumən ilin sonuna olunca komanda problemlər olur. Biz götürsək belə, məsələn belə, bizdə bir neçə oyuncumuz zədəli, bir neçə oyuncumuz mikro zədəli, bir neçə oyuncumuz yorğun. Yəni sezon sona yaxınlaşdıqca bizim istənilən klubu, yəni istənilən bir klubların nəfər problemləri olur. Və biz daima heyətimizdə daha yaxşı, daha keyfiyyətli oyuncuların olmasının tərəfdarı və bunun da üzərində iş gedir. Amma biz əgər dünya bazarına çıxmaq istəyiriksə, bu hallar mütləq olmalıdır. Əgər yaxşı bir klubdan, yaxşı bir ölkənin klubundan bizim oyunculara hansısa bir yaxşı təklif olarsa, o bazara girmək üçün də biz bu adımları atmalıyıq və hansı ki, bir neçə bizim belə bir transferlik olub və əlbəttə ki, özümüz də komandaya əlavə oyuncular gətirməliyik. Çünki bu bizim işin gedişatıdır. Belə bir şey yoxdur ki, bu futbolçu mənim komandamda olacaq və buradan heç yana getməməlidir. Biz çox istəyirik ki, daha üstün çempionu, daha üstün klublara geçsin. Belə olduğu halda biz buna yox deməyəcəyik və imkan olduğu qədər də komandamıza transfer pəncərəsində mütləq çox dəvət etmək istəyirik ki, kollektivimiz daha sağlam olsun və daha da keyfiyyətli olsun. Təşəkkürlər, sağ olun, görüşürüz.